Bağırsaqlarımızı məhv edən dünyanın ən zərərli 3 qidasından danışacağam bugün sizə. Birinci yerdə kolbasalar və sosislər gəlir. Deməli, bu məhsulların tərkibində olan nitrit və nitrat konservantları bağırsaqlarımızın selektiv qişasını qıcıqlandırır və iltihabı artırdığı üçün bağırsaq florasını məhv edir. Buna görə də Dünya Səhiyyə Təşkilatı bu qidaları kanserogen qidalar siyahısına daxil edib. İkinci yerdə isə dünyanın ən zərərli ikinci qidası hesab edilən mənşəyi bilinməyən trans yağlardır. Deməli, bu yağlar bizim bağırsaqlarımızdakı xroniki iltihabı artırır. Özəlliklə qızartma yağların təkrar istifadə olunması isə bağırsaq floramızı tamamilə məhv edir. Bu isə bağırsaqlarımızda şişkinlik, qaz və iltihabi xəstəliklərə səbəb olur. Üçüncü ən zərərli qidamız isə şəkərdir. Deməli, şirniyyatlar bizim bağırsaqlarımızdakı zərərli bakteriyaların miqdarını çoxaldır. Bu da ki, bağırsaqlardakı kandida göbələyin çoxalmasına, bağırsaq florasının pozulmasına səbəb olur. Təsəvvür edin, bir ay ərzində siz hər gün şəkər qəbul etsəniz, bağırsaq floranızın düz 50% məhv olur. Əgər sizə pozulmuş bağırsaq floranızı bərpa etmək istəyirsinizsə, simbiotik tabletlərindən istifadə edə bilərsiniz. Bildirim ki, məhsul dərman deyil. Bu məhsulun tərkibində bağırsaqlarımız üçün faydalı olan probiotik və prebiotiklər var. Bəzən təkcə probiotik qəbul eləmək kifayət eləmir. Çünki həmin probiotiklər bağırsaqlarımızda yaşayıb çoxala bilmirlər. Bu məhsulun tərkibində olan prebiotiklər isə həmin faydalı bakteriyaların qidalanmasına və çoxalmasına səbəb olur. Nəticədə isə bağırsaq florası bərpa olur və bədənimizdəki iltihabi proseslər də yoxa çıxır. Bağırsaq pozulmaları zamanı həkimlər gündə bir dəfə, təxminən 5-10 gün müddətində bu tabletlərdən alıb istifadə etməyi tövsiyə edirlər. Bildirim ki, qutunun içərisində 2 ədəd list var. Yəni siz bir qutunu yox, sadəcə bir listini də alıb istifadə edə bilərsiniz. Porsche istehsalı olan simbiotik tabletləri bütün apteklərdə mövcuddur.